Bu dərsimizdə biz to have feili ilə tanış olacağıq və onun təsdiq, sual və inkar formada işlənməsini öyrənəcəyik və eyni zamanda have got, to have-in bir forması olan, oxşar olan have got ilə də tanış olacağıq. To have feili ingilis dilində sahib olmaq, var olmaq mənasını bildirir və çox geniş istifadə olunan feillərdən biridir. Aynı zamanda bunun inkarı, keçmiş və gələcək formu. Misal üçün, mənim qardaşım var, sənin qardaşın var, onun saatı var. Yəni, bu cür cümlələr to have-in köməyi ilə düzəlir. Və konkret nümunələrə tərcümə keçməzdən əvvəl biz bir daha təkrar edək. İndiki sadə zamanda nə cür düzəlirdi? Təsdiq, sual və inkar. Çünki to have feili də elə digər bütün feillər kimi həmin qaydalar əsasında düzəldəcəyik biz təsdiq, sual, inkar. Deməli, təsdiqdə, misal üçün, deyəndə ki, mən kitab oxuyuram, deyirdik, şəxs, sonra feil gəldi. I read, olurdu. I read. Burada şəxsimiz I-dır, mən, feilimiz read-dir. Bunun sualını, bu demək ki, mən oxuyuram. Bunun sualını vermək istəyəndə do artırırdıq. Deməli, şəxsdən əvvələ olurdu. Do I read? Bu artıq sual verir, oxuyuram. Şəxsdən əvvələ, deməli, bu do. Üçüncü şəxsdə does artırır. Və inkarın düzəldəndə artıq şəxsdən sonra, deməli, do not artırırdıq. I do not read. Bu formada biz istənilən feilin sual, təsdiq, sual, inkarını düzəldə bilərik və to have feili də ki, istisna deyil. Sadəcə olaraq üçüncü şəxsin təkində bizdə have əvəzinə has işlənir. Digər feillərdə üçüncü şəxsin sonunda biz s artırdıq feilin sonuna. Misal üçün, read olurdu, reads. Read olurdu. Mesela I read ama he reads olur. Üçüncü şəxsində he reads. Amma have feilində sonuna s-ni artırmırıq. Olur has. Ancaq üçüncü şəxsdə buradan görürük də. Birinci şəxs üçün isə bunların hamısında have-dir, ancaq üçüncü şəxsdə has. Bu da çox sadə qaydadır. İndi deməli tərcümə eləməyə çalışaq bu başqa cümlələri. Mənim maşınım var. Yəni biz adi qayna ilə bu tərcümə nəsə olacaq. I, şəxs, sonra feil gəlir. Have. Maşın car deməkdir. A car. I have a car. İndi bunun sualını düzəldəndə yəni I birinci şəxs olduğuna görə do ilə düzəldəcəm. Do I have a car? Burada deməli oldu, biz sualla işlətdik. İnkarın düzəldəndə də yenə bu əxizəyimiz qaydanın I-dən sonra do not inkar edirik. I do not have a car. Bu demək ki, mənim maşınım yoxdur. İkinci şəxsə aid, ikinci şəxsin təşkilinə aid nümunəyə baxaq. Sənin qardaşın var. Burada da yenə do-dan istifadə edəcəyik. Digər cümlələrdə olduğu kimi. İndiki zamanı sual, inkar. Sənin qardaşın var. You have a brother. Qardaş brother deməkdir. You have a brother. İndi sualını düzəltmək üçün do artırmalıyıq şəxsdən əvvələ. Şəxsimiz you-dur. Olur. Do you have a brother? Bu oldu sual. Və inkarın düzəldəndə şəxsdən sonra artırmalıyıq do not. You do not have a brother.
İndi maraqlı hissə deməli üçüncü şəxs onun. O biz üçüncü şəxsin təkidir və burada görə necə düzəldəcəyik. Deməli üçüncü şəxsdə he, have olunur, has olur. Nə qırmızı ilə yazım? He has. Oops. Saat watch'dır. He has a watch. Okay. Sualda üçüncü şəxs olduğuna görə şəxsimiz does-dan istifadə edəcəyik, do-dan yox. Does he və deməli bütün digər hallarda olduğu kimi bu dəfə də s keçəcək bu deməli does-ın üzərinə, does götürür s üzərinə və bu işlədəcəyimiz feil olur s-siz, yəni normal forma. Does he have olur da, does he has olmur. Does he have a watch? Okay. İnkar edəndə həmçinin. He does not yəni olur have a watch. He does not have a watch. Okay. Və bu vaxt dedik ki, to have ilə yanaşı həm də have got-dan istifadə olunur. Deməli, have got nədir? Have got elə to have-in oxşardır. Yəni biz həm have-dən mənası yəni sahib olmaq deməkdir. Have, to have kimi. Bunun sadəcə olaraq dilə yatımlığına görə çox adamlar have got-dan istifadə edir. Misal üçün, ABŞ-da əsasən to have-dən istifadə edirlər, amma Britaniyada have got-da üstünlük verirlər. Və have got-un təsdiqi sualda olduğu kimidir. Have got-dan istifadə edəndə biraz daha belə sərbəst alınır mətn. Deməli, təsdiqdə olduğu kimidir have got to have ilə. Sual və inkarları fərqlənir. Sualda və inkarda do, does-dan istifadə olunmur. Düzəldəndə sual inkarı. Və bu formada düzəlir. Deməli, sualı have, has, üçüncü şəxsdə has, keçir şəxsdən əvvələ got və bu formada inkarda da deməli have, has not got. İndi gəlin bəxşi cümlələri have got-la düzəldir. Deməli, bunları biraz təkəyə qırağa bizə hani olmasınlar. Mənim maşınım var. I deməli, dedik ki, have ilə, to have-da olduğu kimidir. I, deməli, şəxs, feil, sonra I have got a car. Have-də sadəcə bu got-suz idi. İndi burada bu got-u artıq. I have got a car. I've got a car. Belə sürətlə deyəndə belə deyim. Sualın düzəldəndə ancaq have-də deyir, to have-da deyir, do I have, yəni do-dan istifadə. Amma burada do-dan istifadə eləmirik, have keçir qabağa. Have olur, have I got. Have I got a car? Kimin ürəyinə necə yatırsa, necə xoşlayırsa o cür həm to have-dan istifadə edir, həm have got-dan. Mən misal üçün have got-a daha çox üstün verirəm. Və inkarın düzəldində olur I have not got a car. Mənim maşınım yoxdur. Eyni qaydada sənin qardaşın var. You've got a brother. You have got a brother. Sual verəndə you got a brother. Or have you got a brother? İnkarda da you have not got a brother. You have not got a brother. Və üçüncü şəxsdə have-in yerinə has işlənir bilirik.
Olur. Onun saati var. He's got a watch. Onun saati var. Sonra has he got a watch? Jarda, he has not got a watch. Sorry. He has not got a watch. Onun saati yoktu.